Müstəqil qüdrətli Azərbaycanımızda yaşamaq, yaratmaq çox böyük bir xoşbəxtlikdir. Bir mədəniyyət xadimi kimi onu deyə bilərəm ki, biz çox xoşbəxt bir məhz insanlarıq ki, məhz böyük bir şanlı tarixin şahidləri olmuşuq. Eyni zamanda müstəqil, suveren bir dövlətin məhz mədəniyyət xadimləriyik. Zəfərimizin bu il 5 illiyidir. Əslində bizim torpaqlarımızın qayıdışı məhz mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin, tariximizin məhz qayıdışıdır. Və bir mədəniyyət işçisi kimi, bir musiqiçi kimi sevinirik ki, biz öz doğma torpaqlarımızda bizim ənənələrimizi bugünkü nəslə çatdırırıq. Və çox sevinici və qürur verici bir haldır ki, biz hər zaman işğaldan azad olunmuş torpaqlarımıza getdikdə hər bir Azərbaycanlı kimi qəlbimizdə böyük bir fərəh hissi oyanır. Və eyni zamanda ölkəmizin hüdudlarından bir Azərbaycanlı kimi vətənimizin adını, onun mədəniyyətini, onun musiqisini təmsil etdikdə, təbliğ etdikdə böyük qürur, iftixar hissi ilə deyirik ki, biz Azərbaycanlıyıq. Zamanında Ulu Öndər Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam" kəlamı indi hər bir Azərbaycanlının həyat şüarına, həyat kredosuna çevrilib. Mən düşünürəm ki, hələ biz irəlidə çox böyük nailiyyətlərə imza atacağıq və əminəm ki, zəfərimizin, məhz suverenliyimizin daha da inkişafı, daha da onun hüdudlarımızdan kənarda təbliğ istiqamətində hər birimiz bir fərd olaraq öz sahəmizdə uğurlarımızı təqdim edəcək. Yaşasın müstəqil, qüdrətli Azərbaycanımız.